Nə edirik? Şəkilləri yerləşdiririk. Bir dənə frame çıxaraq, dizayna qayıdaq. Bir dənə də frame çıxaraq belə. Bir dənə də çıxaraq belə. Bir dənə də çıxaraq. Aralarındakı məsafəni düzəldək. Düzəltdik. İndi nə edirik? Bunların daxilinə təbii olaraq şəkil atırıq. Gəlirik plugindən, Unsplash-a gəlirik. Random şəkillər atırıq. Bu əslində 3 dənə, 4 dənə ilə yox, 3 dənə ya 5 dənə ilə olacaq. Çünki bir dənəsi ortada qalmalıdır. 4 dənə şəkil olsa, biri ortada olmalıdır şəkil məntiqlə. Buna da bir dənə random şəkil atsın. Yenə bunun kopyasını çıxaracağıq. Aralarındakı məsafəni düzəldək. Nə edirik? Biri ortada qalmaq şərti ilə tutalım ki, bu ortadadır, bu böyüyür. Deyil. Bunu biraz böyüdürəm. Biraz belə. Belə. İndi bunun kopyalarını çıxaracağıq. Shift A'ya basıram. Sonra bunun kopyasını çıxarıram. Bunu frame selection edirəm. Bunu da frame selection edirəm. Bu indi 3 dənəli saxlayacağıq. 3 dənəli saxladıq, belə əla. İndi burada da 3 dənəli olmalıdır. Bunu indi kiçiltmək lazımdır. Bunun ölçüsünə baxıram. Nə qədərdir? 833, 117. Səhv baxdım. 315, 273. Bunu nə edirəm? 315, 273 elədim. İndi bunu fırladıram. Niyə bu qədərdir? Bunu biraz kiçildək. Mən buradakı avtolyatı seçməliyəm. Bir addım sola sürüşdürməliyəm. Bir dəqiqə, bunun içində yenə var. Bunu silək. Bir dəqiqə. Olmadı. Nəysə elədik. Seçdik, avtoliyə atdıq. Bu indi sola keçəcək. Belə. Bu formada. Burada niyə frame yaranır artıq? Frame 39-un daxilindən biz frame aparırıq. Belə olmalı. İndi bu şəkil böyüməlidir, elə deyil. Bunun ölçüsünə baxırıq. 366, 508.
366 508. 366 500 508. 508. Bu oldu belə. Bu frame-lə gözüm su içmədi. Nəsə qəribə bir şey oldu. Bir dənə də kopyanı çıxaracağıq. Üçüncünü şey eləyəcəyik, böyük eləyəcəyik. Bir dənə gəlin bunları hər komponent set eləyək, baxaq. Görə alınır. Bunların klip kontentini açıq qoyun. Görün necə görünür. Bunu da açıq qoyun. Bir dənə bunu açıq qoyun. Komponent set eləyim. Bir dəqiqə bunların adını adını düzəltməliydim. Bunu eləyirəm 3. Bunu da məsəl üçün eləyirəm 3. Bunların daxilində avtoriat var. 2. Bunu qoyuram adını 2. Bunun da adını qoyuram. Bunun da adını qoyacağım 2. Aha. Bir dənə baxaq. Bunları elədik. Komponent set. İndi bunların arasında prototip verməliyəm. Afterdelay verəcəm. 1 saniyə seçirəm. 1 saniyə seçirəm. Düzdür. Buradan da prototip verəcəm bura. Instant verəcəm. Bunda afterdelay 1 millisaniyə. Bunda edirəm instant. Yəni kopyasını çıxaraq ataq görək, baxaq necə işləyir. Eyni məntiqdir. Yəni bu belədir. Nə görə istəyirsən, ayıra bilərsən. Nə edirsən? Ctrl Z eləyim. Ən başa çevirirəm. Bu qədər şəkil nə olur sənin? Daha doğrusu nə qədər şəkil qoya bilirsən. Hər dəfə tutursan, sürüşdürürsən. Bu məsələn, indi bu nədir? Bu, nədir bu? Nəsə ağac da belə bir şeydir, bir yerdir. Sürüşdürürsən, gətirirsən bura, bunu böyük eləyirsən. Sonra kopyasını çıxarırsan, atırsan aşağı. Sürüşdürürsən, bunu gətirirsən aşağıda mərkəzə, böyüdürsən. Yəni, hamısını atırsan mərkəzə, harada böyüməyini istəsən, atırsan ora, böyüdürsən, komponent set edirsən, bir-birinə prototip verirsən, o tip böyüyür. Yəni, dəyişir. Çox sualım var. Var başqa sual rekord eləyək, yoxsa dayandırım rekordu?